Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, Fez Akademiyinin coğrafiya üzrə təlimçiyəm. Bu günləri blok imtahanına düşə biləcək sual izahlarının qarşınızdayıq. Birinci sualımıza diqqət edək. Düzgün olan variantı müəyyən edin. Yay quraq keçən mülayim isti iqlim yalnız Lənkəran ovalığında yayılıb, yanlışdır. Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqaz dağlarının cənub-şərqində mövcuddur. Mülayim isti iqlim Naxçıvanın yalnız Ordupat üstündə formalaşıb. Ümumiyyətlə Naxçıvan ərazisində mülayim iqlim quşağı yoxdur. Yanlış fikirdir. Samur Dəvəçi Muğam düzündə yarım səhra və quru çöl iqlim tipi yayılıb. Bəli, doğru fikirdir. Qışı mülayim keçən yarım səhra və quru çöl iqlim tipi yayılmışdır. Mingəçevir su anbarı Sudur və Xocaşen silsilələri arasında yerləşir. Yanlış fikirdir. Azərbaycanın heç bir ərazisində civə yataqları mövcud deyil. Yanlış fikirdir, mövcuddur. Deməli cavabımız C variantı olacaq. 140 dərəcə azimutla gedən səyyah geriyə hansı azimutla qayıtmalıdır? Təbii ki, 140 dərəcə azimutla gedən səyyah geriyə 140 üzərinə gəlinsin 180 şəklində yazmalıyıq. Bu da etməlidir nə qədər? 320 dərəcə azimutla getməlidir. Burada 220 olmalıydı. Y variantı olacaqdır. Biri konvergent adadır. İslandiya, Galapagos, Pask adaları divergent adadır. Madagaskar adası isə tasvir havalarının mərkəzində yerləşdiyi üçün divergent ya da konvergentdir. Amma Y variantı İndi Avstraliya ilə Sakit Okean toqquşma zonasında yerləşir. Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan fikri müəyyən edin. Bütün inzibati rayonları Ermənistanla sərhəd təşkil edir. Yanlışdır. Cəbrayıl rayonu Ermənistanla sərhəd təşkil etmir. O İranla sərhəddir. Ərazisi əsasən düzənlik relyef olub, pambıqçılıq yüksək inkişaf etmişdir. Yanlış fikirdir. Burada pambıqçılıq inkişaf etməyib, dağlıq ərazidir. Ərazisinə və əhalisinə görə birinci yerdə tutur. Yanlışdır. Əhalisinə görə Qarabağ iqtisadi rayonu, əhalisinə görə isə Bakı iqtisadi rayonu birinci yerdədir. Ərazisində xromit, qızıl və civə yataqları mövcuddur. Doğrudur. Tərkibinə daxil olan Füzuli rayonu Ermənistanla sərhəddə yerləşir. Yanlışdır. Füzuli rayonu İranla sərhəddə yerləşir. Həm də Füzuli rayonu Qarabağ iqtisadi rayonunun sərhədinə daxil olmuş olacaq. Ərazisinin həqiqi sahəsi 120 kvadrat kilometr olan tarlanın xəritədəki sahəsi 4,8 kvadrat santimetrdir. Xəritənin miqyasını təyin edin. Biz miqyası təyin etmək üçün sahə məsələlərində kök altında həqiqi sahəni böldük xəritdəki sahəyə. 120 bölünsün 4,8. Kök altında 25 düşürdü. Bundan isə 5 çıxacaq. Və 5-i də yazırıq. 1 bölünsün 500.000 bu formadan. B variantı uyğun cavabımız olacaq. Növbəti sualımızda zeytunçuluq üzrə fərqlənən ölkələri müəyyən edin. Aralıq dəniz sahilində yerləşən ölkələr 1 İspaniya, 4 Türkiyə və 5 Yunanistan olmuş olacaq. A variantı doğru cavabımızdır. Sibir regionunda yerləşən türk dövlət qurumlarını müəyyən edin. Deməli, Sibir regionunda yerləşənlər 1-dir Xakasiya, 3 Altay, 4 isə Tıva olmuş olacaq. 1, 3, 4 doğru cavabımız. Bunları mütləq şəkildə əzbərləmək lazımdır. Tərtərçay bilirsiniz də Kəlbəcər rayonunda mənbəyini götürür. Mənsəb isə Bərdə rayonunda Kür çayına tökülmüş olacaq. D variantı olmuş olacaq. Ölkə 400 milyon manatlıq məhsul ixrac etmişdir. İdxal etdiyi məhsulun həcmi isə 320 milyon manatdır. Ticarət balansını müəyyən edin. Biz həmişə demişdik ki, ticarət balansı ixrac çıxılsın, idxal deməkdir. Və burada əgərləri ixrac idxaldan böyükdürsə, mütləq şəkildə nə olmalıdır? Müsbət olmalıdır. Və indi burada cavabımız 400 çıxılsın 320 milyon olmuş olacaq. O da qalmış olacaq 80 milyon. B variantı doğrudur. Müvafiq olaraq Hekla vulkanı yerləşir İslandiya adasında. Etna vulkanı yerləşir Siciliya adasında. Ruapehu vulkanı da yerləşir Yeni Zelandiyanın şimal adasında. C variantı doğru fikrimiz olmuş olacaq. Düzgün fikirləri müəyyən edin. Gotthard tuneli İsveç ölkəsində yerləşir. Bəli, doğrudur. İtaliya ölkəsinin ərazisi platformadır. Yanlışdır. Alp-Himalay geosinkronal qurşağında yerləşir. Azərbaycanda əhalisinə görə ilk yerdə Bakı şəhəri dayanır. Bəli, doğru fikirdir. Hətta Azərbaycanda milyonu keçən ilk yeganə şəhərdə odur. İqtisadi rayondadır. Pask adası Sakit Okean və Naskali tasvir havalarının konvergent zonasında yox, divergent zonasında yerləşir. Yanlışdır. Quba Xaçmaz iqtisadi rayonunun Xəzər dənizinə çıxışı mövcuddur. Bəli, doğru fikirdir. Kömürgöy dağının hündürlüyü Şahdağ zirvəsindən çoxdur. Yanlışdır. Şahdağ zirvəsi 4243 metr. Kömürköy isə 2493 metrdir. Burada cavabımız 1, 3 və 5 olmuş olacaq. Hansı torpaqlarda suvarma əkinçiliyi inkişaf etmişdir? Bozqonur torpaqlar, Bozçəmən torpaqlar və Şabaldı torpaqlarda suvarma əkinçiliyi ola bilər. Digərlərində isə heç ümumiyyətlə əkinçilik formalaşmır.
20 dərəcə şimal enliyinə minimum düşmə bucağını müəyyən edin. 20 dərəcə şimal enliyinə minimum düşmə bucağını necə müəyyən edəcəyik? 90 çıxılsın 20, çıxılsın 20,5 dərəcə. Çünki biz həmişə qeyd eləmişik ki, belə deyək də, minimum düşmə bucağını tapmaq üçün 90 çıxılsın coğrafi enlik çıxılsın 23,5. Maksimum düşmə bucağını tapmaq üçün 90 çıxılsın coğrafi enlik üstə gəlinsin 23,5. Burada da cavabımız nə olacaq? 70-dən də çıxsam 23,5-i 46,5 qalmış olacaq. Cavabımız 46,5-dir. Növbəti sualımızda mülayim işıqlanma quşağında yerləşən coğrafi obyektlərin müəyyən edin. Galapagos tropik işıqlanma quşağında yerləşir. Tasmaniya mülayimdir. Yaponiya adaları mülayim işıqlanma quşağıdır. Sumatra adası tropikdir. Sardiniya adası mülayimdir. Şri-Lanka adası tropik işıqlanma quşağında yerləşmiş olacaq. Növbəti sualımızda baxaq. Burada cavabımız 2-3-5 oldu. Növbəti sualımız ətəyi dəniz səviyyəsində yerləşən dağın zirvəsində atmosfer təzyiqi 60 mm cüzəsidir. Dağdan axan çayın uzunluğu 250 km olarsa meyilliyi təyin edin. Baxın, dağın zirvəsində 360-dırsa, ətəyində nə qədərdir? Dəniz səviyyəsində yerləşir 760-dır. Bunlar arasında nə qədər fərq var? 400 mm civə sütunu fərq var. Yəni 400 mm civə sütunu metrə çevirmək üçün təbii ki, vurmalıyam 10-a. Eləcək 4000 metr. Deməli, dağın ətəyindən zirvəsinə doğru 4000 metr fərq var. Bu oldu bizim düşməmiz və dağdan axan çayın uzunluğu isə 250 kilometrdir. Mən həmişə meyilli təyin edərkən nə edirdim? Düşmə bölünsün uzunluq, düzdür? Düşməmiz 4000 metrdir. Uzunluğumuz da 250-dir. İndi burada cavabımıza necə olacaq? Deməli, bölək. Mən kalkulatorla bölə bilərəm, amma sizə olmaz. Çünki mən imtahan verməyəcəm. Bölsün 250. 16 etmiş olacaq. Deməli, çayın meyilliyi 16-dır. İqlimlə bağlı düzgün olmayan fikirləri müəyyən edin. Aralıq dənizi iqlim tipinin yağıntıları yalnız dekabr-fevral aylarında düşür. Yanlış fikirdir. Çünki Aralıq dənizi yağıntıları qışda düşür. Doğrudur. Amma ki, cənub yarımkürəsində qış ayları iyun ilə avqustdur. Mülayim dəniz iqlim tipinin yaranması ilə qərb küləkləri təsir göstərir. Bəli, qərb küləkləri və isti okean cərəyanları təsir göstərə bilir. Tasmaniya adası 2 iqlim quşağında yerləşir. Doğrudur. Subtropik və mülayim iqlim quşaqlarında yerləşir. Cənubi mülayim, şimali subtropikdir. Ən yüksək temperatur amplitudda ekvatorial iqlim quşağında müşahidə olunur. Doğru fikir deyil, yanlışdır. Ən yüksək temperatur amplitudu illik amplitud olacaq. Mülayimdə kəskin kontinentalda, sutkalıq isə tropikdə. Galapagos adası tropik iqlim quşağında yerləşir. Doğrudur. 2-3-5 doğru fikir olmuş olacaq. Ölkə əhalisinin sayı 10,2 milyon nəfərdir. Əhalisinin 54% şəhər əhalisi olarsa, kənd əhalisinin sayını tapın. Bax, ümumi ölkə əhalisi 100% olur da, düzdür həmişə. 100%-in 54% şəhərdirsə, yerdə qalan nədir? Təbii ki, kənd əhalisidir. Mən indi 10,2 milyonun 46%-ni tapmalıyam. O da olacaq bizim nə? Kənd əhalimizin sayı. Yenə də mən kalkulatorla vurub çıxa bilərəm, amma siz eləyə bilməzsiniz. Çünki siz imtahan verəcəksiniz. 10.200.000 vurulsun 46 bölünsün 100'ə. 4.692.000. Bu formada yaza bilərik. 3 yarımkürədə yerləşən ölkələri müəyyən edin. İspaniya Greenwich kəsir şərq, qərb və şimal yarımkürəsinə düşür. Argentina yalnız bir yarımkürədə, bir cənub və qərb yarımkürələrindədir. Kongo şimal, cənub və şərq yarımkürəsindədir. Kolumbiya şimal, cənub, şərq yarımkürəsində. Sudan şimal və şərq, Carda cənub və şərq yarımkürələrindədir. Burada 1-3-4 doğru cavabımız olacaq. Xətti şəritli işarələrlə göstərilə bilən obyektləri müəyyən edin. Xətti şərit işarələrlə cərəyanlar göstərilə bilər, elektrik xətləri göstərilə bilər və avtomobil yolları göstərilmiş olar. 2-3-6 doğru fikrimizdir. Uyğunluğu müəyyən edin. Rusiya ilə sərhəddimizdə yerləşən rayon Xaçmazdır və Qəbələ rayonıdır. Daha sonra Gürcüstanla sərhəddə yerləşən rayonlar olacaq Samux rayonudur təbii ki. İranla sərhəddə yerləşən isə İmişli rayonumuzdur. Salyan rayonu sərhəddə yerləşmir. Bunu yadımızda saxlayaq. B variantı. Deməli 1-ə B isə 2-yədir, 3-ə isə B olmuş olacaq. Doğru cavabımız bu. Siz də hansı mövzuların
videolarına gəlmək istəyirsinizsə, mütləq şəkildə rəy bölməsində qeyd edə bilərsiniz. Ödənişsiz dərs qruplarımıza qoşulmaq üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun. Gələn dərslərimizdə, gələn videolarımızda görüşmək ümidi ilə.